Sevdim, sevdim seni bir kere. Başka başkasını sevemem. Deli, 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 deli diyorlar bana. Desinler Ha dostlar, dərddəyəm, problemdəyəm. Bu gün heç podcast çəkəcəyim yox idi, amma ki dedim sizlə bir dərdləşim. Mənim çox ciddi bir problemim var yoldaşlar, onu tanışlar, dinləyicilər. Qardaş, məndə bu sevgi məsələsi alınmır. Bilmirəm kim məni qarğıyıb, kim məni söyüb, kim mənə nə deyibsə, bu sevgi məsələsində mənim heç bəxtim gətirmir. Mən nə vaxt ki bir qız görürəm, bir qızı ürəyim yatır, deyirəm hə bu ağlasıdır, ağla ağlama, gözü gözümə, beyni beynimə, boyu boyuma, təhsili təhsilimə uyğundur, bundan mütləq alınar, nəsə bir problem çıxır. Adətdə problemi mənim ailəm yaradır. Bəlkə deyəsiniz ki, sənin neçə yaşın var, sənin ailən sənin üçün problem yaradır. Yaşım da az deyil, mənim 33 yaşım tam olacaq, 30 yaşın içine girəcəm. Amma nə vaxt ki, mən münasibət qoymaq istəyirəm, ailəm bunu öyrənir və mənim üçün problemlər yaradır. İndi deyə bilərsiniz ki, ailənə qarşı çıxa bilmirəm qardaş, çıxa bilmirəm. Həyat yoldaşımdır, oğlumdur, bunlara qarşı çıxa bilmirəm mən, alınmır. Ona görədən bu mənim ailəm, yəni həyat yoldaşımın oğlum, qardaş, mən nə vaxt qız istəyirəmsə, bir problem yaradırlar, həmin qızdan soyudurlar, mən həmin qızla münasibətim alınmır. Mən fikirləşirəm ki, bu problem nədən qaynaqlanır, nədən yaranır, kimə nə pislik eləmişəm, nə eləmişəm, bilmirəm. Bir dənə ağlıma gəlir ki, məktəbdə oxuyurduq, hardasa 6-cı, 7-ci sinifdə oxuyurduq, bəlkə də ibtidai sinifdə oxuyurduq. Məktəbimizə bir fokusyor gəlmişdi, fokus göstərən dayıday gəlmişdi. Həmin dayıday məhəlləmizdə məşhur olan bir kişi idi. Həmin vaxtda səhv eləmirəmsə, teatrların birində fəaliyyət göstərdi, elə fokusyor kimi. Yəqin ki, desəm idamımız tanıyacaq, bu adam 9 barmağı var idi. Yəqin ki, tanıyan tanıdı bu kim deyirsiniz. Deyirəm, bu 2005, 2004, 2005'də çox məşhur fokusyorlardan biri idi ki, hansı ki, məktəblərə gedib öz fəaliyyətini göstərirdi. Mənim də boyum əvvəlki podkastlarda dediyim kimi balacadır. Mən ön sıralarda otururdum, bu ön sıralarda oturduğum üçün bu məni dəvət elədi yanına və mənə bir iki fokus göstərdi ki, nə bilim, qulağımdan su gəlmək, dilim qulaqdan su gəlmək, burundan nə filan çıxartmaq, həm qulağın dalından qəpik çıxartmaq, papaqdan quş çıxartmaq filan. Mən dedim ki, mən sənə inanmıram. Odur ki, niyə? Dedim ki, sən bu qulaqdan qəpik çıxartdığına, papaqdan quş çıxartdığına elə istəsəydin, fokusör olsaydın, barmağının birini dala qaytarardın, sənin 9 barmaq olmazdı. Yəqin ki, o dövrdə o məni qarğışlayıb ki, mənim bu sevgi münasibətləri ondan sonra alınmır. Amma bugünkü mövzumuz bu nə quş haqqındadır, nə qəpik haqqındadır, nə barmaq haqqındadır, nə də sevgi haqqındadır. Bugünkü mövzumuz mahnılar haqqındadır. Başlayaq bu Tağı Salahoğlu'nun, üzr istəyirəm, Əmi qızı bizə gəl mahnısından. Qardaş, bu mahnı əməlli başlı insest əlaqə haqqındadır. Yəni bizim üçün normal olsa da əmi qızla dəy qızı evlənmək, bu şitin çıxartmış insest əlaqədir. Mahnıya sözlərini diqqət yetirək. Məhəlləmizdə bir quyu var, əmi qızı. İçməyə səhərin suyu var, əmi qızı. Buna kimi normaldır. Yəni məhəllədə bir quyu var, içməyə səhərin suyu var. Buna kimi normaldır. Deyir ki, əmin qızı bizə gəl, qırmızı gey, təzə gəl. Bu fantaziyadır bu. Böyle əmi haqqında yəni bir səfər deyil, çox bilməm ki, əmi qızı bunlara gəlir. Bu fantaziyaslar, qırmızı gey, təzə gəl. Deyir, bir əlində kebab, bir əlində məzə gəl. Demək, bu süfrədə içki də var. Yemək varsa, kebab var, hələ də məzə gətir. İçki üçün məzə də gətir. Elə bilir, aləm bilir, ürək bilir, damaq bilir, qan bilir. Bu mahnıda nə eksikdir? Bir də oxuyuram, baxın ki, mahnıda nə eksikdir? Deyir, əmim qızı bizə gəl, qırmızı gey, təzə gəl. Burada bir dənə qalıb ki, desin ki, yol üstü apteka dəy, oradan bir rezin al, qoruyucu rezin al, elə gəl. Yəni burada bu mahnıda bir dənə bu eksikdir ki, konkret bildirsin ki, əmi qızın dəvətləyir seksə, insest əlaqəyə. Nəysə, bu mahnıdan keçək ikinci mahnıya. İkinci mahnı bundan da betərdir. Təcavüz, şantajla əlaqədar bu mahnıdır. Bu Məmişxanın mahnısıdır. Deyir, gedib mamana demə. İndi bu mahnının sözlərini diqqət yetirək, mənə haqq verərsiniz yəqin ki, deyir. Gedib mamana demə deyir.
zəhrimar olsun, bu söz yadigar olsun, gedib mamana demə, qalsın İranımızdan mamana demə. Bu konkret təcavüz olub. Mahnının davamında belə şey də var. Bu gün ait nəsə, bu gün nəsə söhbətlər var. Mahnını özünüzə qulaqsınız, başlayasınız. Nəsə aralarında olub bu gün. Zəhrimara qalsın falan deyir. Öz deyir mamana demə, öz deyir ki aramızda qalsın, bu söz yadigar olsun. Öz deyir biri var, səsin tonu da var ha. Səs tonundan belə başlayır ki, şantaj edir bu qızı, mamana demə ha, mamana demə. Yəni bu mahnıda konkret təcavüz var, mahnıda konkret şantaj var. Mən sizə desəm ki, Azərbaycanda pedofili haqqında mahnı hansıdır, yəqin ki, hamınız, heç biriniz tapa bilməzsiniz. İndi sizə bir dənə deyim, mahnıda pedofillik var, mahnıda həci var, mahnıda müdür var. Belə başlayıram ki, həci bir müdür öz katibəsinə xod eləyir, girişir və bunun sonra aralarında olan diyalogu mahnıya çevirirlər. İnanmırsınız? Yaxşı, gəlin baxsaq. Mən bunu Elmir Rəhimovadan eşitmişəm. Ola bilər ki, başqa ifalarda da olsun. O dedi, yox, 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 yox. Belə mahnı, adı belədir elə. Qara gözlü badam o dedi, yox, yox, yox. Mənə gəlsin qadan o dedi, yox, yox, yox. Dedim, ay qız dayan, dedi, olsun hayan, səndə yar olmaz mənə. Bura kimi belə, yəni, adi bir mahnıdır. Buradan o tərəfi konkret pedofilliyi, o kişinin hayasızlığını, pedofilliyini və yaşlı bir müdür olduğunu, həci müdür olduğunu bildirən hissəsi gəlir. Yəni, bura diqqətlə qulasın. Düz dolan, düz otur, ay kişi, yaşın ötüb deyəsən, 70'i. Bir dənə ağzında yoxdur ki, bir utan qızına aşıq olar mı adam? Və çox görün ki, bu katibəsinə, bu həci müdür katibəsinə, ay qızım deyirmiş, nəticə günün bir günündə qızın ya nəysə olub, ya nəysə kişinin ehtirası olan viaqrasını atıb, bu qıza başqa ucuna baxmağa başlayıb. İndi davamında daha aydın başa düşərik. Sənə qurban hacı, o dedi yox, yox, yox. Hacı yar möhtacı, o dedi yox, yox, yox. Dedim insaf eylə, o dedi gülə gülə. Qardaş, burada konkret pedofillik var, burada konkret həcinin yaşlı müdür olan bir dayın katibəsində ilişdiyin haqqında bir mahnı yazılır. Bu mahnı, yəni bundan əlavə bu mahnı burada ola bilməz. Bir də türklərdə biz etnik olaraq 70-80% türkük, burada bizdə monogami, tək evlilik daha üstündür. Düzdür, bizdə məsələn oxudum, bu barədə biraz araşdırdım. Chelsea psixoloji klinikasının həkimi doktor Yelena Turing deyir ki, yox, əslində bunun bizə dinin və cəmiyyətin aşıladığı bir şeydir. Əslində insanlar monogamidir, poligamidir. Yəni çox evlilik, çox eşlilik, çox həyat yoldaşlıq bir cəmiyyətdir. Yəni bunu bizə əslində din və cəmiyyət aşılayır. Yaxşı, bunun mahnının arqası, burada bizdə mahnı var. Bu mahnını mən Üsal Əliyevin ifasında eşitmişəm. Deyir, iki gözəl görmüşəm, hansını sevim gör. Qardaş, adam sevən, birini sevir və lap ikisi də sevirsən. Bu mahnını yazırsan. Mahnıda belə başlıyor ki, qardaş, monogamidir əslində. Yəni tək evliliyi üstün tutur. Amma hansı seçəcəyini bilmir və buna çox güman ki, içkin təsir altından mahnıya çevirir. İndi dərslərindən qullanırsaq başa düşəcək sözünüzdə. Deyir ki, bir bəlaya düşmüşəm, hansını sevim görən. Biri qəmzə ilə baxır, biri yandırıb yaxır. Biri başlıyor ki, biri hədəfli, ərkanlı bir qızdır, yəni qəmzə ilə baxan. Biri də yandırıb yaxır. Ama isə seksual bir gözəl görkək qızdır. İndi qalıb ikisinin arasında. Mən olsam şəxsən qəmzə ilə baxana seçərdim. Seçim sənin özündür. Bəlkə də ikisini seçərdim. Mən də qərar verə bilmirəm. Yüzlərindən nur yağlar, hamısını sevim görən. Ürəyimdə bir yer var. Bak görsən deyil. Mən buranın bu hissəni deyirdim. Deyir, ürəyimdə bir yer var. Cəmsi qaqaşın ürəyində bir yer var. Qaqaş da pis niyyətli qaqaş deyil. Sən ürəyinin özündə baxırsan ki, sən saf bir insandır. Danışda görsən ki, təmiz insandır. Oxudum mahnıda, çox ki mən gözü bəstiliyib. Özü yazıb sözlərində. Deyir, ürəyimdə bir yer var, hansını sevim görən. Salmışam aləmə car, hansını sevim görən. Bu da bu bir mahnıdır. Bir də mahnı var, Yanıq Kərim. Biz bunu oynayırıq, edirik. Bu əslində heç oynamalı bir mahnı deyil. Bu faciəvi bir mahnıdır. Bu yanıqda, qardaş, o odda yanmaq falan deyil. Həqiqətən yanmaq, yəni ateşlənmək, ehtiraslanmaq mənasındadır. Amma bir başqadır. Yəqin ki,
Əsli və Kərəmi aramızda oxuyanlar var. Əsli və Kərəm əslində fikirləşdiyi kimi deyil. Onlar əslində onların toyları olur. Əsli və Kərəm evlənirlər. Amma qara keşiş toy vaxtı Kərim qardaşımıza, Allah rəhmət eləsin, bilmirəm, nə tər olubsa, nə olub, Kərəm qardaşına bir xalat verir. Nəsə, toyda, tuk, bilirsiniz ki, xristiyandır əsli, Kərəm isə müsəlmandır, Azərbaycanlıdır. Bunlar evlənirlər, qara keşiş buna mane olmaq istəyir, axırda bir təhər bunu razı salırlar, toy olur. Toy axşamı da hədiyyə olaraq bu Kərəm qardaşa xalat verir. Kərəm gedir, açmaq istəyəndə ki, qıza yatağa girsin, alınmır. Hor açmaq istəyir, alınmır. Açmaq istəyir, alınmır. Və Kərəm qalır yana-yana. Və bu mahnını oradaca ilə ifa edir sazla. Yəni bu Kərimin bu faciəsidir. İndi yəqin ki, bu xalat simvolik bir məna daşıyır orada. Yəni orada ereksiya ola bilmir. Açıq deyə bilmir o vaxt aşıq. Bunu belə yazır ki, xalat olub, xalatın qarşısına aça bilmir. Xalatın qarşısına aça bilmir, xalatı qaladır. Yəni, qabağını aça bilmirsə qaladır da. Yəqin ki, burada bu qara keşiş nəysə bir cavabdan, fuaqdan eləyib, həmin o bizim Kərim qardaşımızın ereksiya problemi əmələ gəlmişdi. Nəsə, gözəl növbəti mahnıya. Bəs siz heç Aybaşı haqqında Azərbaycanda olan mahnı eşitmişsinizmi? Eşitməmişsiniz. Mən söyləyim, tabi budur. Deyək ki, bir qıza, öz cinsi münasibətdə olduğunuz bir qadına yaxınlaşırsınız. O da deyir ki, yox, alınmır. Başım ağrımır bugün, amma aybaşıyam. Sən onu soruşsan ki, nə vaxt qutarır? Deyir ki, mənim 3-4'ü qutarır da. Və biz bir Azərbaycanlı buna ilə mahnı bəstəlir. Deyir ki, qulaq asın. Bugün ayın 3'üdür, de gülüm anay, naynanınlar. Girmə bostan içidir, de gülüm anay, naynanınlar. Dodaqlar xam, nə bilim, dilin yarxar dilinə. Halbuki burada aydın olur ki, bu qaqaş oturub, gün yığıb ki, vaxt yığıb ki, gözdəsin, görüm, aniçi olsun, qızın aybaşı qutarsın və buna patxod eləsin. Burada görünür ki, dildə söhbət gedir, doxun söhbət gedir. Yəni burada buna çox bir işarələr vurur. Nəysə, bir dənə də mahnı var. Bu mahnı da homoseksual haqqındadır. İnanmayasınız. İndi mahnı desəm, deyəcəksiniz, yox, elə deyil. Amma mahnının bir balası dərinə girirsən, görürsün ki, yox, burada konkret homoseksual haqqında mahnıdır. Burada ifadələr də onu birbaşa işarə edir. İndi qulaq asın. Əziz dostum məndən... Odur, inanmırsınız, qulaq asın. Əzin arxasını qulaq asın. Əziz dostum məndən küsüb incidir, ayrılıb yad kimi çıxdı evimdən. Bura kimi normaldır. Dalına qulaq asın. Gəldiyin yolları ot basıb indi, o gedib qalmışam həsrətində mən. Burada bir balaca necə hissiyata ortaya çıxır, amma hələ də tam ifadə edilmir. Ardına qulaq. Necə nəğmə qoşum, necə dinləyim, dost gedib özümə gələ bilmirəm. Burada artıq hisslərin bir balaca da ifşa edir. Ardına qulaq. Elə bil əllərim yox olub mənim, gözümün yaşını silə bilmirəm. Bu dostlar belə mahnı oxuyarlar, qardaş. Nəm əllərim yox olub, gözüm yaşı silə bilmirəm, gəldin yollar ot büsüb. İndi Allah bilir, hansı ətraflı sözləri itəliyib o dostuna. İndi biz başa bilmirik. Bura kim istiqan eləmədi? Qan eləməksə ardın oxuyun. İndi diqqətlə qulaq. Çaldığı o sazı gətirin mənə, görün ki, çalmaqda necə mahirəm. Konkret, burada özün konkret yandırır. Bana kimi də, nəsə bir bahane tapa bilərdinizsə, burada konkret qaqaş, bunu oxuyan, bu aşıqdır, indi kimdirsə, özün yandırıb. Mahnılardan bu qədər. İndi bəyəndiniz, bəyənmədiniz, o sizin öz zövqünüzdür, mən bacardığımı elədim. Əgər bəyəndinizsə, zəhmətimizə bəyən işarəsi, like işarəsini basın, tıklayın və mənə öz irad və təkliflərinizi, növbəti podkastlar üçün təkliflərinizi və iradlarınızı, nekim olan podkastlar üçün iradlarınızı bildirin.
Hamınıza təşəkkür edirəm, minnətdaram. Hələlik.